Herkese salam kızlar. Uşaqlar səhət istən yeməklərini yedi. Düşdülər həyətə. Çox gözəl bir hava var. Uşaqlara yemək bişirdim. Gəldim, oturdum. Bir stəkan çay içdim. İndi isə sizlər üçün vlogu montaj edirəm. Yəqin ki, artıq bu vlogu izləmisiniz. Əgər izləməmişsinizsə, keçid baxın. Rayla yoldaşım getdi ola qapıda. Səhər saat 8-dir, 9-a işləyir. İndi dırnaq ustam gəlməlidir. Dırnaqlarında korreksiya vaxtıdır. Bilirsiniz ki, evə gəlir. Niyə evə gəlir deyə soruşanlar olur. Çox vaxt belə cavablamışam, amma buradan da deyim ki, yəni orada gedib 2 saat falan gözləmək, həm də yoldaşım yəni mənə qoyub getmir də, gərək o da qapıda gözləsin. O qədər vaxt yoxdur. Həm uşaqlara görə, elə evimdə olmağı daha rahat olur mənim üçün. Görürsünüz, dırnaqlarımda nə qədər uzanıb. Artıq dibləri gəlib. Əslində qırmızı frenç eləməyi düşünürəm, amma bilmək olmaz, birdən də dəyişə bilərəm. Məni tanıyanlar artıq bilir ki, qərarsızam. Amma yəni demişəm ki, qırmızı frenç istəyirəm. Baxarıq da indi. Görərəm hansı vaxtlardan gətiribsə, bəlkə seçimi dəyişərəm. İndi gedim bir stəkan kofe içim. Birazdan gəlməlidir xanım da. Dünən də Temudan belə bir sifariş gerçəkləşdirmişdim. Burada elə hamısı hədiyyəliklərin içərisinə qoymaq üçün aldığım məhsullardır. Bunu da özüm almışam. İndi bunun kargoya veriblər, gərək bəyannaməsini yazım. Belə bir tuş almışam. Markası Shadows. Endirimlər gəlir ki, məhsulların qiyməti düşüb, amma hal-hazırda heç nə ala bilməyəcəm. Belə üçlü bir tuşdur. Daha sonra bu Şiklamın bronzerına bənzəyən belə bir bronzerdir. Liquid bronzer. Belə highlighterdır və meyvə aromalı nəmləndirici, dodaq nəmləndiricisi. İndi gəlsin, görək. Bu da sponge saxlama qutusudur. İndi bunların bəyannaməsini yazım. Bir də keçən dəfəki tuşla bağlı danışmaq istəyirəm. Dünən istifadə elədim o tuşu. Yəni səhərdən çəkdim, axşama kimi qaldı. Hər hansısa bir gözümün altına tökülmə falan olmadı. Sadəcə çıxardanda çox yayılır. Nə barədə gözünüz yaşarsın. Yəni gözünüzün altı qapqara olacaq. Çünki çıxaranda gördüm ki, çox tünd qara bir maskara olaraq çıxır da, yəni qapqara olur pambıq. İndi çox güman ki, insanın gözündən yaş da gəlsə, o nəm olsa, bir damcı su dəysə, yəni gözü də qapqara eləyəcək. Yəni bu baxımdan biraz keyfiyyətsiz kimi görünə bilər, amma səhərdən axşama kimi normal qalmağı məsələn mənim üçün bir müsbətdir. Çünki nə də olsa 1-2 dənə tuş almışdım. Onlar 1-2 saat sonra gözümün altına tökülmə eləyirdi. Amma sırf o tuş panorama yazılan. O mənə elə gəlir ki, yəni normaldır, istifadə eləmək olar. Sadəcə biraz belə qəribə bir qoxusu var, parfum qoxusu kimi. Onu bəyənmədim. Və qızlar, bu da mənim yeni dırnaqlarım. Çox gözəl alındı. Qırmızı frenç elədim. Sizlərlə yadınızda bölüşmüşəm shortsda. Seçimi siz elədiniz. Sadəcə bu ürəkləri də mən əlavə elətdirdim ki, yəni biraz fərqli olsun. İnşallah gələn dəfə daha gözəl bir şey fikirləşmişik. Ustama dedim mavi rəngdə bir vak istəyirəm. Əgər onu alsa, tapa bilsə, onu eləyəcəm. Amma bu da çox gözəldir, çox bəyəndim. Pijamamla dırnaqlarımın uyumu. Burada Raulun burnundakı yaranı görürsünüz də yəqin ki, qızlar. Keçən dəfə pilləkandan yıxıldı, həyətin pilləkanından. Son 4 pilləkan qalmış. Tələsə qaçırdı, düşmək istəyəndə ayağı büdrədi, yıxıldı, yaxşı qutardı. Yeni bir gündən hər kəs salam qızlar. Burada 2 dənə karqom var. Axşam yoldaşım gələrkən gətirmişdi. Açmadım da, uşaqlar yatmışdı deyə. Həm də özüm də çox yorğun idim. İndi isə biz hazırlaşıb çox gözəl bir yerə gedirik. Gəlin birlikdə hazırlaşaq. Burada Raul üçün 1-2 dəst paltar qoyacağım. Çantanın içərisində əslində pampers falan var. Raul'a qapıya gedərkən apardığı çantadır. Amma buradakı paltar qalın paltardır. İndi onu dəyişəcəm. Şortik kofta ilə havalar da biraz yaxşılaşır. Bu uşaqlar hara gedir belə deyə sorursanız, bağçaya gedirik nəhayət ki. Axır ki, atamız razılaşdı ki, uşağa bağça önəmlidir və ilk günümüz də çox gözəl keçdi. Sadəcə axşam tərəfi biraz Ajda ağladı. Tez gətirməli olduq. 1 saat falan tez gətirdik. Çantasının içərisinə bir ədəd kofta qoydum. Bir dənə də lasin qoydum. İndi geyinəndə də bunları geyinər. Raul'a da bu dəsti geyindirəcəm.
Və belə. İndi hazırlaşıb çıxacağıq. Fırına. Və qızlar, uşaqları aparıb bağçaya qoyduq. Yoldaşım da getdi işə. Ev hal-hazırda səssizdir. Biraz kameradan baxdım uşaqlara, Arda rəngləmə eləyirdi, şəkil çəkirdi. Raildəki oyuncaqlarla oynayırdı, digər uşaqlarla. Çox yaxşı oldu bu. İstəyirəm Rail biraz kolleksiya öyrəşsin. Yəni başqa uşaqlar da görsün. İndi inşallah axşama kimi rahat qalarlar. Mən də səhər yeməyi yeməmişəm. Səhər yeməyimi yeyim, daha sonra başlayacağım evləri yığışdırmağa. Karqolarım da qalıb hələ. Uşaqların otağını istəyirəm sərgiyə salım. Və belə qızlar. Mən biraz gedim indi uşaqlara baxım kameradan. Və qızlar, mən işlərimi görərkən gəlin biraz söhbətləşək. Keçən vloqda loqopedə getdiyimiz gündən görüntülər paylaşmışdım. Yazıb maraqlanan hər kəsdən Allah razı olsun. Getdik, artıq 3 ay idi ki, Raul mərkəzə gedib gəlirdi. Testlərimiz oldu və testin nəticələrinə əsasən belə qənaətə gəlindi ki, yaş geriləməsi dedikləri proses mərkəz sayəsində yaxşılığa doğru gedib. Lap wow dərəcəsində deyil. Əlbəttə ki, hər valideyn istəyər ki, övladı ideal səviyyədə olsun. Amma buna da şükür, irəliləyiş var yavaş-yavaş. Yeni dərslər əlavə olundu, dərs vaxtları uzadıldı. Esmer xanım qeyd etdi ki, uşağın təcili sürətlə sosiallaşmağa ehtiyacı var, daha tez nəticə görmək üçün. Dedi bağçaya qoyun, oyun mərkəzlərinə aparın. Hətta bir ara mənim sakit təbiətli olmağıma baxıb dedi ki, anamızın belə sosiallaşmağa ehtiyacı var. Atamız da söz verdi ki, daha çox vaxt ayırmağa çalışacaq. Növbəti gündən də uşaqları yazdırdıq bağçaya, gün aşırı gedəcəklər. Çünki Raulun elə gün aşırı xüsusi dərsləri olur mərkəzdə. Ora gedir, gəlir. Arjanın da onlayn ingilis dili dərsləri var deyə hər gün bağçaya getmək alınmayacaq. Amma boş olduqları günlərdə də bağçada vaxt keçirəcəklər. İnşallah düşərli olar, daha gözəl nəticələr əldə edərik. Deməli qızlar 10 dəqiqə iş görürəm, 10 dəqiqədə oturub videoda, burada kamerada uşaqlara baxıram. Rada burada da oynayır. Bəzən olur fırlanır eləyir, zəng eləyib müəlliməsinə deyirəm ki, nəzarət eləyin, fırlanmaq olmaz. Arada da digər uşaqlarla oynayırdı, o birisi otaqdadır. Və qızlar, bura kimi izləmişsinizsə, hələ də kanalıma abunə deyilsinizsə, zəhmət olmasa abunə olmağı və videonu da bəyənməyi unutmayın. Dəstəyiniz mənim üçün önəmlidir. Elə bir əlimdə telefon, kamerada uşaqlara baxa-baxa paltarları qatlayıram. Bu videonu da planşetlə çəkirəm. Yaxşı ki, elə bunu da almışam. Arada bununla da çəkilişlər eləyirəm. Keyfiyyəti yaxşıdır, yaxşı çəkir. Keçən bir xanım soruşmuşdu ki, Temudan almısınız planşeti? Yox, Temudan almamışam. Planşetimin modeli iPad-dir. iPad Air 11 M3 çiplidir. Sırf videolarımı montaj eləmək üçün almışam. Qızlar bir tərəfdən həm izləyirəm, həm də işlərimi görürəm. Arda bir ara yeməyini yeyərkən başladı ağlamağa. Başa düşdüm ki, deyir mamamı istəyirəm. Eybi yox, indi yavaş-yavaş belə şeylər olacaq. Öyrəşənə kimi əsas öyrəşməyidir. Müəlliməsi ilə də əlaqə saxladım, dedi narahat olmayan. Artıq sakitləşdi. İndi mən davam edeyim işlərimi görməyə, həm də bir tərəfdən də uşaqlara baxım.
Ajda o qədər öyrəşməyib ki, ətrafında çoxlu uşaqların olmağına. Birdən-birə belə bağçaya düşəndə də qəribə gəldi ona. Artıq axşam tərəfi müəlliməsi deyirdi ki, ağlayır, bəs deyir ki, burada uşaqlar çoxdur, hamısı qışqırırlar, mən qorxuram, mən mamama istəyirəm. Axşam da elə ona görə tez gətirməli olduq. Yoxsa fikrim var idi ki, 6-ya kimi də qalsın. Müəlliməsi dedi ki, daha birinci gündə ev yox, qoy tez gəlsin. Ona görə də dərsimizin birinci günü tez qayıtdıq. Amma belə həvəslə gedir, tez-təzə gedəndə daha sonra günorta vaxtı biraz mızıldanır. Günortalar Ajda yatmır ümumiyyətlə, amma ikinci dərsimizdə artıq yatmışdı. Günorta getdi, yuxuya biraz yatdı. Dərs deməyimə baxmayın, dərs falan keçmirlər, adi bağçadır, amma ki arada bir Ajda şəkil falan çəkir, rəngləmə eləyirlər, oyunlar oynayırlar, bu qədər. Və gündə 3 dəfə də yemək verirlər. Deməli qızlar, deyirəm elə vaxt tapmışkən tez kargolarda açım. İçərisində düzənləyici falan var. Bu Dronidən bir sifarişimdir. Ətir almışam. Geçən dəfə bir-iki izləyicim demiş ki, Dronidə sayta girmək olmur, atır. Məndə daha çox necə bir problem yaranıb son vaxtlar. Hesabıma girirəm, nəsə sifariş edirəm. Əgər hesabımdan çıxsam, onda yenidən daxil ola bilmirəm hesabıma. Yəni elə bir problem yaranıb. Onda bilmirəm niyə elə olub. Yəni çalışıram elə eləyim ki, sifarişimi yerləşdirəndən sonra artıq girmə ehtiyacı olmasın. Screenshotları falan götürürəm, atıram çatdırılma şirkətinə ki, yəni bir dəfəlik Drone ilə artıq yəni o hesaba giriş çünki alınmır. Başqa bir e-mail ilə yoxlaya bilərsiniz. Ya da əgər sizə artıq sifarişi vermisinizsə, screenshot götürməmisinizsə, onda necə eləyin? Gmail ilə sifarişdən sonra bildiriş gəlir, mesaj gəlir ki, belə bir sifariş yerləşdirmisiniz. Orada bütün məlumatlar yazılıb, həm tracking kod yazılıb, həm də ki qiymət yazılıb, avro olaraq, evro olaraq qeyd olunub. Həmin o screenshotu alın, çatdırılma şirkətinə atın, bəyannamə zamanı lazım olacaq. Yəni başqa da nə deyə bilərəm? Hələ ki elə bir problem yaranıb ki, onun mənlik bir şey yoxdur. Çünki mənim özümdə də yenidən giriş eləyə bilmirəm sayta. Ona görə yəni belə bir çıxış yolu tapa bilərsiniz. Çıxış yolu ilə həll edə bilərsiniz. İndi açın bunu. Gəlin elə asımırı da eləyək birlikdə. İçərisinə belə tester olaraq Libreni də qoymuşdular. Onsuz da istifadə etdiyim bir ətirdir. Bu dəfə də belə skandal ətirini almaq istədim. Notlarına görə mənə ən uyğunu bu olmuşdu. Axtarış zamanı notlarını qeyd eləyərəm videonun üzərində. Qoxusu hal-hazırda qoluma vurmuşam. İlk vuranda tünd bir qoxu var idi, amma hal-hazırda getdikcə yavaş-yavaş daha gözəl bir qoxu halına gəlməyə başladı. Ümidvaram ki, qalıcılığı da yaxşı olar. Bunu hardasa 150 manata sifariş elədim. Çatdırılmaya da 20 manat verdim. Yəni 170 manata 50 ml skandalın ətrini almış oldum. Hələ ki, bəyəndim. Qalıcılığını isə istifadə etdikcə sizlərlə bölüşərəm. Bir də bunun qablaşdırmasını sizə göstərmək istəyirəm. Məxmər bir qablaşdırması var. İnsan atmağa qıymır. Və ətrin özü də maraqlı bir qablaşdırması var. Dırnaqlarımla da ətrin uyumu. Deməli qızlar, belə ətirlər üçün düzənləyici aldım. Çox yaxşı vəziyyətdə də gəlib, hər hansısa bir qırılma, əzilmə falan olmayıb. Qutunun bir qırağında belə əzilmiş kimi bir şey var idi. Düşündüm ki, yəqin bu da nəysə olar, amma normal gəlib. Biraz bunun bu hissəsində baxın qırılma var. Onu da indi fərqinə vardım. Yəni o qədər də problemli bir şey deyil. İndi bunu daha sonra silib yerləşdirərəm. Ətirlərim üçün düzənləyicidir. Keçək digər məhsullara. Ay, bunu necə səbirsizliklə gözləyirdim mən. Deməli qızlar, bu özəl bir yazıdır. Boyunbağıdır və burada yazılıb. Bunun belə bir şriftlərlə gələcəyini bilmirdim. Əslində orada seçim imkanı var idi, amma deyəsən fərqli bir şey seçmişdim, amma belə gəlib, oxunmur, tam aydın bir şəkildə oxunmur. Deməli yazdırmışam Ajda, Raul, uşaqların adını yazdırmışam. Bu qaralmayan bir materialdadır. İnşallah həqiqətən qaralmaz. Burasında belə bir ürək detayı var. Onu da yəni sifarişlə hazırlayırlar. Orada qeyd edirsiniz, nə yazdırmaq istəyirsinizsə, onu da yazırlar. Makyajı təmizləyərkən, üz yuma gelinə istifadə edərkən belə üz yuma pambıqlarına ehtiyac olur. Bu yumuşaq bir materialdadır. Üzünüzü yəni bununla belə təmizləyirsiniz köpüyünü, üz yuma gelinin köpüyünü. Belə 4 ədəddir, fərqli rənglərdə.
Tez-tez dəyişmək üçün yaxşıdır. Tez-tez istifadə edib yumaq üçün yaxşıdır. Çiyələkli janrımız var idi. Daha sonra nə almışdıq? Çiyələkli salfetkamız da var idi. Çay dəsmalımız yox idi deyə. Belə bir çiyələkli çay dəsmalı götürdüm. Life is sweet. Yəni həyat şirindir. Bəli. Gözəl həyat şirindir. Burada da choose happy. Yəni xoşbəxtliyi seç. Üzərində də gözəl çiyələklərdir. Qəşəng şəkillərlə kolleksiyamıza xoş gəldin. Daha sonra bunu artıq keçən dəfə görmüşdünüz. Dedim bir dəstə alım. 6 nəfərlik idi. 12 nəfərliyə tamamladım. Bunu alın qızlar. Mənim hal-hazırda evdə istifadə etdiyim bu balaca vilkası olmayan dəstəndir. Amma bu dəsti mütləq şəkildə alın. Yanında balaca vilkası olanı da alın. Çünki çox gözəl və sərfəlidir. Həm də ki qaralmır. Mən qabyanı da qoyuram, qaralmır. Burada da belə üzüklərin arxasına keçirtmək üçün belə rezinlərdir. Üzüyə taxırsınız, üzük barmaqdan düşmür. 4 ədəddir. Ajdaya kameradan baxdım, gəldim. Burada nədir? Yadımda deyil. Burada 3 ədəd ev geyimidir. Maykadır daha çox. Belə evdə mayka kimi geyinməyə, gündəlik istifadə etməyə. M razmer aldım deyəsən. Dəst şəklində satılır. Biri belə leoparlı. Belə sadə qırmızı. Və belə qara rəngdə. Materialları normaldır. Göz altını sabitləmək üçün pudra istifadə edəndə bunlar lazım olur. Bu 3 bucaq şəkildə olanlardan yoxum idi. Elə bundan aldım. Onları da zapasa atacağım. Bu isə ramkadır. Keçən də sinsəyə girəndə ramka almadım. Çünki bilirdim ki artıq sifariş vermişəm Temudan. Ona görə oradan ramka götürmədim. Belə şüşə deyil, plastikdir. Elə bilirəm şüşədir. Amma şüşə deyil. Bunun harasından çıxır. Burada belə bir silikon var, o tutur bunu. Burada da var. Qıraqlarında silikon vasitəsilə dayanır. Bunu çıxardım. Bunun qoruyucularını sökürüm birinci. Bunu qoyacağım qızlar. Bunun üçün almışam. Ramka şəklində, yəni stolun üstünə qoymasam da istəyirəm belə səliqəli formada qalsın. Nə də olsa bunu mən neçə vaxtı gözləmişəm. Belə. Bunun arxasına da bu kağızı qoydum ki, arxasında şəxsi məlumatlarım var. İstəmədim belə ortalıqda qalsın. Aldığım hər bir şeyi yerləşdirdim qızlar. İndi bunu da qoyacağım digər zapasda olan məhsulların içinə. Zapasda deyərkən, yəni xəyalımdakı ev üçün saxladığım, saxladığım qabların içərisinə qoyacağım. Çox vaxt soruşursunuz ki, bu nə xəyalımdakı evdir. Həmişə soruşursunuz bu ev sizin deyil ya yox. Bu ev bizimdir. Amma ki, yəni insan istəyir ki, xəyal qurur ki, daha gözəl, daha böyük bir mətbəxi olan ev, yəni kim istəməz. Ona görə də əlimə imkan keçdikcə, belə deyim də, çalışdığım qədər nəyəsə endirimdə gördükcə Temudan, məsələn, burada bir çoxları Temudandır. İndi bəzən paylaşmışam sizinlə, artıq bilirsiniz. Bəzi şeylər də Temudandır. Yəni elə şeyləri gördükcə, endirimdə olduqca alıram, qoyuram kənara. İnşallah daha böyük bir mətbəxim olan zaman istifadə etməyə də qismət olar. Yəni ki, belədir qızlar. Bu ev bizim olmağına bizimdir, amma ki daha gözəl bir mətbəxi olan ev istəyirəm. Buranı da yığmaq istəyirəm. Gedim biraz çay içim. Durub buranı yığacağım. Uşaqlar da bağçadadır.
Ajda oynayır oyuncaqlarla, kamerada izləyirəm tez-tez. Ravildəki hələ yatıb. Və belə qızlar, istəyirəm buranı biraz sərgiyə salım. Çünki qırıq oyuncaqlar falan var. Atılmalı olanları atım. Yaxşı vəziyyətdə olanları saxlayam. Yəni ki, belə. Bunu da qoyuram hələ ki bura. Daha sonra birlikdə düzənləyərik. İndi bu oyuncaqları aparıb atacağım. Patalyana, yulsun, burada pastillər falan var, artıq şeylər. Bunları hamısını yerinə yerləşdirəcəm. Və qızlar, uşaqlar gəldi. Mən də kotlet eləmişdim. Ajda da ağladı orada, elə gəldi. Çox qalmadı. İndi kotlet qızardırdım. Mən də kotletlə vermiş eləmişdim yeməyə. Bir-iki dənə kotletim qalıb tavadan. Onlar da çıxsın, artıq qazın altını söndürəcəm. Yeni bir günün sabahından salam qızlar. Raul logopedə getmişkən deyirəm, buranı tez sərgiyə salam, bunu yerləşdirim. Həm də silim, təmizləyim buraları, biraz toz basıb buranı. İndi isə başladıq. Son vəziyyətdə bu da qızlar. Bu düzənləyicidən gələ birində alım, çox yaxşıdır. Amma ki, məhsullar da çoxdur deyə hələ bunu yəni tərk etmədim. Elə necə var, elə də qaldı. Bir-iki dənə də misir yarısı falan qoydum içərisinə. Güzgüdə özümüzə baxmağa yer qalmasa da nəhayət ki, yəni düzəltdim. Çox qırağı da çəkə bilmirəm. Çünki Raul qapağı çox olan kimi gəlir burada
məhsullar qurtdalayır. Ona görə çox çəkmirəm qırağa. Amma belə ümumilikdə gözəl oldu, səliqəli oldu məncə. Sizə düşüncələrinizi yazın. Bunun yenə alım ya yox. Çünki başqa bir düzənləyici yenə almışam yuva formasında. O yoldadır. Amma onu əslində mətbəxə istifadə etməyi düşünürdüm. Şəklini qoyaram bura. Yenə də fikirlərinizi yazın. Onu elə burada istifadə edeyim, yoxsa mətbəxə saxlayayım, bura yeni belə bir şey alım təzədən. İndi Temuda da baxacağam, görüm əgər endirimdə bir şey varsa alaram, çünki onu ləğv eləmək istəyirəm. Onu da ləğv eləmək üçün gərək böyük belə yeri olan bir düzənləyici alım. Əslində onu da ləğv eləmək istəyirəm, çünki içərisində o qədər də istifadə etdiyim bir şey yoxdur. Sadəcə üst hissədə olanları işlədirəm. Amma bunun bu siyirməsində olan fırçaları o qədər də işlədirəm. Yəni siyirməsində də fırçalardır da. Bir dənə fırça qabı alsam, elə hamısını yerləşdirə bilərəm içərisinə. Sadəcə üst hissəsində dodaq pomadalarını qoymuşam. Onları işlədirəm. Bunu da əslində ləğv eləmək istəyərdim. Bu düzəni xoşuma gəldi. Belə səliqəli yerləşdirdim. Həm gündüz kremləri, nəmləndiriciləri, həm də axşam baxım nəmləndiriciləri falan. Aşağıda da 2 dənə sabitləyicim var. Onları qoydum. İkisi də yaxşı markadır. İkisi də münasib markadır. Onsuz da hər gün işlətmirik də bu sabitləyicini. Almağa dəyər. Yəni belə qızlar. Buranın da düzəni bu qədər. Məncə artıq burada da vlogumu sonlandırım. Çünki ümidvaram ki, uzun bir vlog alınıb sizin üçün. Həm də artıq bugün nəsə çəkməyi düşünmürəm. İndi gedim səhər yeməyimi yeyim. Bura kimi izlədiyinizə görə təşəkkür edirəm. Abunə olmağı və videonu da bəyənməyi unutmayın. Özünüzə yaxşı baxın. Hələlik.